Salam hörmətli izləyicilər, Neytral Zonada xoş gördük. Bu dəfəki mövzumuz dünyada ölkələrin silahlanması və sanki bir müharibəyə hazırlıq prosesi ilə bağlı olacaq. 2020-ci ildəki Azərbaycan-Ermənistan arasında, yəni Qarabağ müharibəsi ilə bağlı, 2-ci Qarabağ müharibəsində biz açıq şəkildə dronların fəaliyyətinin şahidi olduq və dronlar ilk dəfə bu qədər göz önünə gəldi və dronlar ilk dəfə bu qədər aktiv şəkildə istifadə olundu və Azərbaycan tərəfi müxtəlif tipli dronlardan istifadə elədi. Həm bayraqdarlardan, həm haroplardan, həm heronlardan, bundan əlavə Azərbaycanın özünün yerli istehsalı olan zərbə dronlarından istifadə elədi. Ermənistan tərəfi də təbii ki, dronlardan istifadə edirdi və Ermənistan tərəfi daha çox qüstar üsullarla düzəldilmiş dronlardan istifadə edirdi və onlar eynən indiki Ukraynanın və Rusiyanın istifadə elədiyi kimi hətta kənd təsərrüfatı üçün nəzərdə tutulmuş dronlara müəyyən mərmiləri ən azından onlara qüstar üsullarla bərkidərək lazım olan istiqamətlərdə o dronları ən azından istifadə edə bilirdilər. Və bu Ermənistan tərəfindən də uğurlu alınırdı və Azərbaycan tərəfi də kifayət qədər dronlardan uğurlu istehsal edirdi. Hətta ona görə də bu dron müharibəsi və bu müasir müharibə kimi bir tarixə düşdü Azərbaycanın etdiyi müharibə. Və ardınca Rusiya-Ukrayna müharibəsi start verdi və Rusiya-Ukrayna müharibəsində biz dronların tamamilə fərqli bir formada istifadə olunduğunun şahid olmağa başladıq və istər Ukrayna tərəfi, istər Rusiya tərəfi ən müxtəlif formada dronlardan istifadə elədilər və təkcə dronlardan yox, həm də dronlar o qədər çox aktiv şəkildə istifadə olunurdu ki, antidron sistemlərinin yaradılması ilə bağlı da ən azından dövlətlər fəaliyyət içərisindədir və Rusiyanın bir neçə antidron sistemi ortaya çıxdı. Bundan əlavə Ukrayna tərəfinin də bir neçə antidron sistemləri yaratdığının da biz şahidi olduq. Və Ukrayna tərəfi daha çox kiçik tipli, yəni FPV dronlarından istifadə edir və bu dronlar vasitəsilə Rusiya maksimum ziyan verməyə çalışır. Ruslar da eynən həm İrandan aldıqları dronlar vasitəsilə, həm özlərinin yerli istehsal olan dronlar vasitəsilə Ukraynaya zərbələr endirməyə çalışır. Biz bəzən öz Azərbaycanlılarımıza qiymət vermirik, dəyər vermirik. Misal üçün, xatırlayıram bizim hərbi ekspertlərdən biri, o daha çox Rusiya, yəni Rus dilli mətbuata daha çox tanışdı. Ukrayna mətbuatına daha çox çıxır və Gürcistan mətbuatına. Söhbət Aqil Rüstəmzadədən gedir. Aqil Rüstəmzadə də zamanında bildirirdi ki, Rusiyaya, yəni Rusiya texnologiya sahəsindən, texnikalarla bağlı Rusiya qalib gəlmək asan məsələ deyil və hətta deyərdim ki, mümkünsüz məsələdir. Və Aqil Rüstəmzadə də qeyd edirdi ki, mütləq şəkildə əgər Ukrayna uğur qazanmaq istəyirsə, ancaq bunu dronlar vasitəsilə edə bilər. Biz açıq şəkildə bunun sahədə də şahid oluruq və biz görürük ki, Rusiyaya qarşı texnika ilə bağlı, ümumiyyətlə raketlərlə və müxtəlif tipli fərqi yoxdur, hərbi texnikalarla qalib gəlmək mümkün deyil sanki. Amma Rusiyaya yəni dronlar vasitəsilə çox ağır zərbələr vurmaq və Rusiyanı ümumiyyətlə çox ağır vəziyyətə salmaq mümkün variantdır və biz də əslində Ukraynanın bir çox bu tip əməliyyatlarının şahidi olmuşuq. Yeri gəlmişkən Rusların özləri də dronlar istehsal edirlər və bu dronlar vasitəsilə Ukraynaya eyni vaxtda ağır zərbələr vururlar və son günlər ümumiyyətlə Rusların Ukrayna üzərinə dron hücumlarının sayı hesabı demək olar ki, hədsizdir. Və xatırlamaq lazımdır. Məsələn, NATO'nun baş katibi açıq şəkildə bildirirdi ki, məsələn, İran dronları ən keyfiyyətsiz sayıla bilər, amma İran dronları konkret olaraq psixoloji üstünlük qurur və bu üstünlük nəticəsində əslində onlara qarşı mübarizə aparmaq çox çətin məsələdir. Qiymətlər həddindən artıq ucuzdur, amma verdikləri zərər, verdikləri ziyan həm psixoloji baxımdan, həm də dəydikləri yerlərə, dəydikləri obyektlərə verdikləri zərər kifayət qədər çoxdur. Bundan əlavə, məsələn, NATO generalı bir açıqlama verdi yaxın günlərdə. O bildirdi ki, yəni NATO ölkələrinin
büdcəsi, yəni hərbi büdcəsi Rusiyanınkindən bir neçə dəfə çoxdur. NATO ölkələrinin istehsal elədiyi silahı, amma bir il ərzində istehsal elədiyi silahı Rusiya cəmi 3 ay ərzində istehsal edə bilir. Və bütün bunların biz hamısını hesabladıqda açıq şəkildə, yəni Rusiya onsuz da elan eləmişdi ki, konkret olaraq hərbi iqtisadiyyata keçib və biz bunun ümumiyyətlə silah istehsalında və onların sayında da açıq şəkildə şahid ola bilərik. Təkcə məsələni Rusiya-Ukrayna müharibəsi ilə yekunlaşdırmaq doğru olmazdı. Məsələn, Almaniya son dönəmlər, Almaniyanın bütün atdığı addımları biz diqqətlə izləyərkən görürük ki, sanki Almaniya müharibəyə hazırlaşır. Almaniya uzun zaman sonra ilk dəfə idi ki, öz sərhədlərindən kənarda hərbi baza qurmağa çalışdı. Almaniya mediasında açıq şəkildə qeyd olunur ki, Almaniyada artıq bunkerlər hazırlanmağa başlayıb. Yəni sanki Almaniya yenidən Rusiya ilə bir müharibənin içərisinə gələcək. Bundan əlavə Böyük Britaniya həm özü üçün dronlar istehsal eləməyə başlayıb, həm də Ukraynaya dronlar istehsal edib verməklə bağlı bir bəyanatlar verdilər. Yəni görünən odur ki, dünyanın hər bir yerində istər Çinindən tutmuş Amerikaya, Rusiyasından Ukraynaya və Azərbaycanına qədər hər kəs, yəni bu sanki bir böyük bir müharibə hazırlığının içərisindədir. Yeri gəlmişkən Ermənistan açıq şəkildə son dönəmlər Ermənistan Müdafiə Naziri müxtəlif ölkələrlə görüşlər keçirir, müxtəlif ölkələrlə ən azından hərbi əməkdaşlıqla bağlı müqavilələr imzalayırlar və xüsusilə Hindistandan yeni silahlar, yeni dronlar, antidron sistemləri almağa çalışırlar. Yəni bütün biz bunların hamısına baxdıqda görə bilərik ki, sanki dövlətlər böyük bir müharibəyə hazırlıq prosesinin içərisindədir. Və Rusiya-Ukrayna müharibəsi ilə biz davam edəsək, onu demək lazımdır ki, yəni Ukrayna tərəfi maksimum Rusiyaya ziyan verməyə çalışır. İstər zavodların vurulması, istər fabriklərin vurulması, ondan sonra aviasiya vasitələrinin vurulması, aerodromların vurulması və digər yerlərdən hamısını eləməyə çalışır. Bundan əlavə Rusiyada Kiyev ətrafı və digər müxtəlif şəhərlərə ağır həm raket zərbələri, həm də dron zərbələri endirirlər. Və son dönəmlər biz açıq şəkildə Rusiya ilə Ukrayna arasında hibrid savaşın və informasiya savaşının da olduğunu şahid oluruq. Hörmüçək toru əməliyyatından sonra Ukrayna tərəfi bu savaşda sanki önə çıxmış kimi oldu. Amma Rusiya da yəni bu məsələdə geri addım atmadı. Misal üçün o 6000 həlak olmuş hərbiçilərin meyitlərini gətirib Belarus istiqamətindən gətirib Ukrayna sərhədinə çıxartması və Ukrayna tərəfinə bildirməsidir ki, gəlib meyitləri götürə bilərsiniz. Yeri gəlmişkən Kiyevdən aldığımız məlumata görə, Kiyevdən ümumiyyətlə danışdığımız orada Azərbaycanlılar yaşayır, oradan aldığımız məlumata görə insanlar bundan sonra daha çox əsəbləşiblər. Çünki hər kəs öz uşağının, qohumunun, qardaşının meyidini almaq istəyir, nəşini almaq istəyir ki, dəfn eləsinlər və Ukrayna tərəfi buna etiraz edəndən sonra ciddi bir narazılığın olması ilə bağlı da informasiyalar yayılıb. Rusiyanın içərisində də insanların bezməsi və bu müharibədən artıq tükəndirici bir həddə gəlib çatması ilə bağlı ciddi informasiyalar var. Və amma görünən odur ki, bu məsələ Rusiya-Ukrayna müharibəsi ilə yekunlaşmayacaq. Bu müharibə daha da genişlənə bilər və bizim öz coğrafiyamıza gəldikdə isə biz açıq şəkildə onun şahidi oluruq ki, Azərbaycan da yəni konkret olaraq həm müxtəlif aviasiya vasitələrinin alınmasından tutmuş, dronlar və raketlərə qədər, haubitsalara qədər alır. Ermənistan da bir hazırlığın içərisindədir. Yəni sanki bir sülh danışıqlarından, sülhdən söhbət getsə də biz açıq şəkildə görürük ki, hər kəs sülhdən danışa-danışa müharibəyə hazırlaşır. Yəni biz bunun açıq şəkildə şahid ola bilirik. Ermənistanda Nikol Paşinyanın ümumiyyətlə maraqlı gedişləri var. Nikol Paşinyan məsələn Azərbaycanlıların Qurban Bayramını təbrik eləyir, amma eyni vaxtda Rusiyada Matviyenko ilə görüşür və Matviyenko ilə görüş daha uzun çəkir və sonrasında isə Matviyenko çıxıb bir bəyanat verir ki, Rusiya prezidenti, yəni Vladimir Putin ilə Nikol Paşinyan arasında, Ermənistan baş naziri arasında
heç bir problem yoxdur. Və faktiki olaraq Rusiyadan Ermənistana səfərlər, Ermənistandan Rusiya səfərlər və Ermənistanda revanşist qüvvələrin daha da aktivləşməsi, daha fərqli bir formata keçməsi, yenidən Qarabağ məsələsinin hallandırılması onu göstərir ki, yəni Rusiya ilə əslində Ermənistan arasında bu günə qədər heç bir problem olmayıb. Əksinə bunlar sanki bu regionla bağlı, bu regionda bir oyun oynayıblar və düşünürəm ki, Rusiya-Ukrayna müharibəsinin indiki mərhələdə qısa zamanda yekunlaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir. Çünki əgər belə bir şey olarsa, Rusiyanın yenidən Cənubi Qafqaza dönmə ehtimalı var ki, bu da ağır nəticələr verə bilər. Çünki ən azından Azərbaycan fərqli ölkələrlə fərqli müqavilələr imzalayırlar. Tamamilə fərqli işlərin içərisindədir. Məsələn, Azərbaycan aviasiyası həmişə Rusiya tərəfindən, yəni Rusiyadan alıb Azərbaycan aviasiya vasitələrini, amma indi Azərbaycan tamamilə fərqli yön seçdi. Bu da o deməkdir ki, dövlətin strateji xətti fərqlidir. Pakistandan J-17-lər aldı və ona görə də Rusiya ümumiyyətlə bu regiona dönərsə, bu regionda ciddi problemlərin olma ehtimalı yüksək göstərilir. Və düşünürəm ki, indiki mərhələdə nə qədər sülhdən çox danışılırsa, biz onu anlamalıyıq ki, əslində sülh deyə bir şey yoxdur. Faktiki olaraq dövlətlər ağır bir müharibəyə hazırlaşır və ağır bir müharibənin olma ehtimalı da yüksək göstərilir. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, var olun.